arc tangens deməli tangens 54 pi. Bax deməli pəri bu buraxılışa düşə bilər də. Yəni kollecə iş verəndə bunun asan formaları düşəcək. Ancaq buraxılışlara bu da düşə biləcək. 100% trigonometriyanı salırlar. İndi diqqətlə qulaq asın. Deməli, baxırsınız ki, arc tangensin özünü yazıram. Tangens bu nədir? 8 pi. Tangensin dövrü nədir? Pi deyilmi? Hə? Tangensin, kotangensin dövrü pidir. Sinusla x da tək dərəcədən olanda dövrü 2 pi olur. Cüt dərəcədən olanda pi olur. Bir də modulda olanda 2 pi olur. Modulda cüt deməkdir də. İndi pini artırın. 1 pi, 2 pi, 3 pi, 4 pi, 5 pi, 6 pi, 7 pi, 8 pi. İndi 8 pi. Yazdım mı? Burada da yazıram 7. Burada da nə yazıram? 2 pi bölünsün 7. 2 pi bölünsün 7. Oldu mu belə? Oldu mu belə? 8 rak 7. Neçə eləyir? 56. 56-dan 2 çıxıram. 54 pi eləyir. Baxın ki, 54 nəyə yaxındır? Hansı vurmada hansı ədədlərə yaxındır? Bax, bilmək istəyirsinizsə elə tapın. 54 nəyə yaxındır? 7 vurulsun 8, 56-ya yaxın deyilmi? Yazıram 8 pi çıxılsın, 7-də 1 pi. Və burada 2-ni əlavə eləyirəm. 2 pini olur 2 pi bölünsün 7. Bərabərdir. Arc tangens 8 pini atın. Nə oldu? Mənfi 2 pi bölünsün 7 oldu mu? İndi mən belə bir düstur demişdim. Tangens mənfi alfa nəyə bərabərdir? Mənfi tangens alfaya da. Arc tangens mənfi alfa. Mənfi qabağa gəlir. Arc tangens mənfi alfa olur. Yəni belə bir düsturumuz var idi bizim. Ona görə mənfini qabağa verirəm. Olur mənfi arc tangens. Qabağa gəldi. Tangens 2 pi bölünsün 7 oldu. İndi bu da hansı variant olacaq? Elə cavabımız varmı? 2 qocurum hansıydı? Hə, tangeslərdə gedir. İndi nə qaldı? Mənfi 2 pi bölünsün 7 qaldı. Oldu hansı variant? C variantı. Deməli, həmişə necə eləməlisiniz ki, bax bunu fikirləşib tapa biləsiniz. Bu cüt olduğuna görə çalışın 2 pi yazın. 2 pi 2 pi artırın, oldu 8 pi. 54 də 56-ya yaxındır. 2 pi bölünsün nə olur? 7 olur mu? Bax belə tapın bunu. Sonra nömrə 71-də məsələn bizə verib ki, sinus arc kosinus 3-də 1 nəyə bərabərdir? Gəlin bunu belə eləyək. Deməli, düstur belədir. Sinus arc sinus olmalıdır. Yəni bu sinuslarda getməlidir. 3-də 1-ə bərabər olmalıdır. Və burada da arc kosinusdur. Ona görə sinusa gətirmək üçün nə edəcəm? Deməli, nə edəcəm? Deməli, 3 bucaqla eləyəcəm. Bura nə deyəcəm? Alfa deyəcəm. İndi baxıram. Kosinus qarşıdakı bitişik katetin hipotenuza nisbətidir. Deməli, bura 1-dir, bura 3-dür. Burada neçə olacaq? 8 olacaqmı? 9-dan 1 çıxıram. 8, 8 də 2 kökdə 2-dir. Bəs yaxşı, bunu sinus eləmək üçün sinus alfa nəyə bərabər olacaq? Qarşıdakı katetin, bu bucağın qarşısındakı katetin 2 kökdə 2-nin 3-ə nisbət olacaq. Yazıram sinus arc sinus nə? 2 kökdə 2 böl 3-ə. Bu sinuslar gedir. Nə qaldı? 2 kökdə 2 bölünsün 3 qaldı. Oldu hansı variant? B variantı. İndi məsələn, nömrə 72-yə baxağın. Verib fx bərabərdir. Arc sinus
x minus 1 funksiyasının təyin oblastını tapın. Sinusun təyin oblastı nədir? Mənfi 1 ilə 1 deyilmi? Hə? Sinusun. İndi arc sinus x-in yerinə nə durur? X minus 1 durur. 1 ilə təyin oblastı mənfi 1 aralığında olur. Onda nə olacaq? X2, burada da nə olacaq? 0 olacaq. Deməli, 0 ilə 2 aralığında olur. Olur hansı variant? C variantı. Sonra bu cürün əsaslar hansıdırsa, onları işlədim. Bax, məsələn, sizə verib nömrə 75-də deyir ki, sinus 18 dərəcə vurulsun kosinus 36 dərəcəni deyir, hasilini tapın deyir. Nə edəcəksiniz bunu? Sinus 18 dərəcə ilə kosinus 36 dərəcəni nə edəcəksiniz? Bərabərdir. Sinus 18 dərəcəni saxlayacağım. Bu da kosinus 18 vurulsun neçədir? 2-dir. Axı, sinus 2 alfa nəyə bərabər idi, Sevinç? 2 sinus alfa kosinus alfa deyildimi? Hə? 2 sinus alfa vur nə idi? Kosinus alfa. 2-ni qabağa gətirəcəm. Olacaq 2 sinus 18 dərəcə. Kosinus nə olacaq? 18 dərəcə olacaq. Düz deyilmi? Bax, bunu gətirəndə həmişə belə gətirin. Sonra, məsələn, orada dərəcənin azaltması, artırılması, onu əzbərləyin, sabaha hazır olun. İndi, məsələn, burada verib ki, tangens 3 dərəcə, test toplusunda da var idi. Tangens 6 dərəcə, tangens 9 dərəcə, nöqtələr tangens 84 dərəcə, vurulsun tangens 87 dərəcə deyir, hesablayın. Müəllim, bunu çevirəcəm. Bunu 90 çıxılsın nə yazacağım? 87 yazacağım. Buna da tangens yazacağım. 90 dərəcədə tangens nəyə çevrilir? Kotangensə olur kotangens 87 dərəcə. Yazdım kotangens 87 dərəcə. Tangens 6 dərəcəni çevirirəm. Axırdakıları verməlidir, qabaqdakılar. İndi tangens 90 dərəcə çıx 84 dərəcə. 90 dərəcədə tangens oxşarına çevrilir. Nə olur? Kotangens 84 dərəcə. Oldu nə? Kotangens 84 dərəcə. Option belə gedir. Burada da tangens 84 dərəcə var. Burada da tangens 87 dərəcə var. Bərabərdir. Bu 1 bölünsün tangens 87 dərəcədir. Kotangens. Kotangens 1 bölünsün tangens alfadır. Tangensin tərsidir. Tangens 84 dərəcədir. Nöqtələr tangens 84 dərəcə vurulsun tangens 87 dərəcə. Bununla bu gedir, bununla bu gedir. Qalır neçə? 1 qalır. Başa düşdünüzmü bunun da gedişatını? Sonra görək nələr var. İndi baxağın, məsələn, belə bir misala. Sinus kvadrat verib 3 pi minus 1, üstə gələk kosinus kvadrat 3 pi plus 1 ifadəsinin qiymətini deyir, hesablayın. Müəllim, bunu vuracam, vurma var. Olur sinus kvadrat 3 pi minus 3, kosinus kvadrat 3 pi plus 3-ə. Bərabər olur. Deməli, burada 3 pi-də sinus çevrilirmi? 3 vurulsun 180, 360 dərəcədir. Sinus kosinusa çevrilirmi? Çevrilmir. Sinus kvadrat neçə dərəcə qalır? 3 pi-də
dövr 360-ı yazmırıq axı. 3-ü yazırıq. Plus dövrü atırıq. Kosinus kvadrat 3 qalır. İndi deyin görüm sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa nəyə bərabərdir? 1 eniliyinə görə nəyə bərabərdir? 1'ə bərabər deyilmi? Ona görə sinus kvadrat alfa üstə gələnsin kosinus kvadrat alfa 1'ə bərabərdir. Olur hansı variant? B variantı. A variantı, estağfurullah, A variantı. İndi bizə belə bir düstur veribdir, misal veribdir. 254 dərəcə üstə gələk kosinus 344 dərəcə. Deyir hesablayın. Bu da cəm düsturudur, bilməyəcəksiniz. Cəm düsturudur, əzbərləməmisiniz. Sonra. İndi bunu keçmişəm. Görün eləyə bilirsinizmi? 3 sinus x, yəqin ki dəftər uçqanız var da yanınızda. 4 kosinus x, 2 sinus x, üstə gələk kosinus x bərabərdir 2 olarsa, tangens x-i tapın deyir. İndi bunu eləyin görək, necə eləyəcəksiniz? Test toplusunda ait buna ait çoxlu eləmişik. Eləyirsinizmi? Hə? Tangens x nə deməkdir? Sinus x bölünsün kosinus x deyilmi? Surət və məxrəci nəyə böləcəm? Kosinus x-a böləcəm. Surət və məxrəci nəyə böləcəm? Kosinus x-a böləcəm. Kosinus x-a böləcəm. Kosinus x-a böləcəm. Bu nə eləyir? 3 tangens x eləyir. Çıx, 4, bunlar gedir və burada da bu da verir 2 tangens x, üstə gələk 1, bərabərdir nəyə? 2-yə. 2-nin məxrəci yoxdur, 1 yazıram, çarpaz vururam. 3 tangens x çıx 4, bərabərdir 2 tangens x plus 1-ə. Bu da bu üzə keçir, az çoxun yanına keçir. 3 tangens x çıx 2 tangens x bərabərdir. Mənfi 4 də bərabərliyin bu üzünə keçir. 1 tangens x bərabərdir 5-ə. Deməli, cavabım nə olacaq? 5 olacaq. Düzmü elədik biz? Tangens x, 3 tangens x, 4 tangens x'dir bu. 4 tangens x plus 2 oldu. Burada da 1 tangens x bərabərdir. Mənfi 4. Bu bizə keçir, bu da bizə keçir 6 olur. Mənfi 6 var cavab. 6 yoxdur. 2 dəqiqə qoy görüm, harda düzgün eləmədik. Aha, vuranda 3 tangens x minus 4, 4 tangens x plus 2. Bu bizə keçir, olur tangens x bərabərdir. Bu da bizə keçir, olur mənfi 6. Bu bizə keçir, bu da bizə keçir. Başa düşdünüzmü bunun da yolunu? Aha. İndi bizə məsələn verib kotangens kvadrat 25 dərəcə vur 1 bölünsün sinus kvadrat 65 dərəcə minus 1 ifadəsini deyir hesablayın. Necə eləyə bilərsiniz bunu? Bu nəyə bərabərdir? Bax, 1 eniliyinə gəlin. Sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa nəyə bərabərdir? 1-ə. Hər tərəfi nəyə bölüb? Sinus kvadratına. Bölürəm sinus kvadrat x, sinus kvadrat x 1 bölünsün sinus kvadrat x. İndi nə oldu bu? 1 plus kotangens kvadrat x bərabərdir 1 bölünsün sinus kvadrat x. Deməli, bu buradan bura. İndi bura baxın. Kotangens kvadrat x da bərabərdir 1 bölünsün sinus kvadrat x minus 1. Deməli, kotangens kvadrat 25 dərəcə yazacağım. Bunun yerinə nə yazacağım? Nəyi verdi? Alfanın yerinə eləsə bilin ki 65 dərəcə. Nəyi verdi? Kotangens kvadrat 65 dərəcəni verdi. Yazdım bunu. Ay müəllim, bəs bunu necə eləyəcəyik? İndi diqqətlə fikir verin. Baxın, kotangens kvadrat 25 dərəcə bərabərdir. Kotangens
Kotangens kvadrat 90 dərəcə çıx 65 dərəcə yazıram. Bu da nəyə bərabərdir? Kotangens 90 dərəcədə adını dəyişir. Tangens olur nə? 65 dərəcə. 65 dərəcə. 65 dərəcə olur. 90 dərəcədə kotangens müsbətdir. Olur 65 dərəcə. Bunu da yerinə yazıram. Tangens 65 dərəcə, kotangens kvadrat 65 dərəcə. Bu da bərabərdir. Kotangens də tangensin nəyidir? Tərsi deyilmi? İndi yazıram. Burada kvadrat var. Tangens kvadrat 65 dərəcə. Vur, kotangens də tangensin tərsidir. 1 bölsün tangens kvadrat 65 dərəcə. Bunlar gedir. Nə qalır? 1 qalır. O düsturları çalışın, əzbərləyin. Sabaha